Herkese salam. 23 fevral tarixində təşkil olunmuş sınaq imtahanı izahlarına baxırıq. 8-ci sinif 1-ci sual. 2x kvadratı üstəgəl 9x üstəgəl 7 bərabərdir. A vurulsun x plus 1 olarsa A çox hədlisini tapmağımızı istəyir. İlk öncə burada verilən birinci tərəfdəki, sol tərəfdəki çox hədlini vuruqlara ayırıram. 2x kvadratı üstəgəl 9x üstəgəl 7 yazılıb. Görürəm 9'u burada parçalamaq lazımdır. 2 və 7 ilə birləşəcək şəkildə. 2x kvadratına dəymirəm. Üstəgəlsin 2x üstəgəl 7x üstəgəl 7 şəklini yazıram. Çünki 2x ilə 7'nin cəmi bizə 9 verir. Bərabərdir. Burada qruplaşdırıram. 2x kvadrat ilə 2x'i 7x ilə də 7'ni qruplaşdırıram. 2x'i çıxaram ortaq vuruq kimi mötərizənin xaricinə qalır x üstəgəl 1. Üstəgəlsin 7x üstəgəl 7'dən də ortaq vuruq çıxaram 7'ni, yerdə qalır x üstəgəl 1. Baxıram ki, mötərizə burada ortaq vuruqdur. Yəni x üstəgəl 1 özü ortaq vuruqdur. Birincidə qalır 2x, ikincidə qalır 7. 2x üstəgəl 7 şəklində. X üstəgəl 1'i bizə vermişdi. Burada yerdə qalır 2x üstəgəl 7, o da A'dır. Cavab olur, doğru cavab D variantı. 62 nömrəli tapşırıq. Tənasübün kənar hədlərinin hasili 20, orta hədlərindən biri 2,5 olarsa digərini tapın. Bilirik ki, tənasüb A böl B bərabərdir C böl D şəklində yaza bilərik. Orta hədlər B ilə C-dir, kənar hədlər A-dan D. Və bilirik ki, tənasübün əsas xassəsinə görə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Və bizə deyir ki, kənar hədlərin hasili 20'dir. Kənar hədlərin hasili 20'dir. Demək, 20 bu da bərabər olur ilə orta hədlərin hasilinə. Orta hədlərin demək hasili 20'yə bərabərdir. Və orta hədlərdən biri 2,5'dir. Tutaq ki, B-yə yazıram 2,5. Digərini axtarırıq. C-ni. Yazıram 20 bərabərdir. 2,5 vurulsun C. Buradan da C-ni digər kənar həddə tapmaq üçün 20'ni bölmək lazımdır 2,5'ə. Buradan da 20'ni 2,5'ə böləndə alıram 8. Yəni 200'ü 25'ə bölmək kimi. Doğru cavab olur B bəndi. 63. Ədədi 3'ə bölünürsə A'nın mümkün qiymətləri cəmini tapın. 3'ə bölünmə əlamətinə görə bilirik ki, bu ədədin rəqəmlərinin cəmi 3'ə bölünürsə ədəd özü də 3'ə bölünür. Yazıram 2 üstəgəl 7 üstəgəl A üstəgəl 8 üstəgəlsin 9 bərabərdir 26 üstəgəlinsin A. İndi burada A'nın mümkün qiymətlərini hesablayaq. 26 üstə 1 gəlsəm 27 olur. 27 3'ə tam bölünür. 26 üstə 4 gəlsəm 30 olur. 30 3'ə tam bölünür. 26 üstə 7 gəlsəm 33 olur. 33 də 3'ə tam bölünür. 8 və 9 ödəmir. 1, 4 və 7 də cəmini istəyir bizdən. Cəm olur 12. Doğru cavab B bəndi. 64. İfadəni sadələşdirin. Bərabər. Birinci x kvadratı çıxılsın 4 verilib burada. Bilirəm ki, A kvadratı çıx B kvadratı. Bunu x çıxılsın 2. X üstəgəl 2 şəklində yazıram. Bölünsün. Digərinin x-i ortaq vuruq kimi çıxarım çölə. Qalır x çıxılsın 2. Vurulsun. Birbaşa vurma yazıb yerlərini dəyişirəm. X kubu. Burada x-i çıxarım ortaq vuruq kimi çölə. Qalır x üstəgəlsin 2. İxtisarları aparaq. X çıx 2 ilə x çıx 2 gedir. X üstəgəl 2 ilə x üstəgəl 2. X, 2 dənə x kvadratı var. X'in kubu ilə gedir. Surətdə qalır bir dənə x. Doğru cavab D bəndi. 65 nömrəli tapşırıq. Katetləri 5 cm və 12 cm olan düz bucaqlı 3 bucağın təpəsindən çəkilən median uzunluğunu tapın. Demək, medianı da çəkdik. Burada düz bucaqlı 3 bucağın təpəsidir. Bilir ki, median neyinir? Qarşı tərəfi yarıya bölür. Və düz bucaqlı 3 bucaqdan hipotenuza çəkilən median, burası C tərəfdir, A, B. Həmin hipotenuzun yarısına bərabərdir. Katetləri də bizə 12 və 5 verib. C-ni tapa bilərik buradan. Bilirik ki, C nəyə bərabərdir? Yəni, Pifaqor teoreminə görə hipotenuzun kvadratı bərabərdir katetlər kvadratları cəminə. Yazıram 5'in kvadratı üstəgəl 12'nin kvadratı bərabərdir 25 üstəgəlsin 144 bərabərdir 169. Buradan da çıxır 13. Deməli, hipotenuzumuz 13'ə bərabərdir. Medianı da tapanda 13'ü bölməliyik 2'yə. O da bizə verir 6,5. Doğru cavab A bəndi. 66 nömrəli tapşırıq.
3 ədədin ədədi ortası 18, onlardan biri 8,8-dir. Digər 2 ədədin ədədi ortasını tapın. 3 ədədin ədədi ortası deyirsə yazıram A üstəgəl B üstəgəl C bölünsün 3 bərabərdir 18. Bu ədədlərin cəmini tapaq. Çarpaz şəkildə vurmaqla tapırıq. Cəm bərabərdir 3 vurulsun 18, o da bizə verir 54. Ədədlərdən biri 8,8-dir. Tutaq ki, A olsun 8,8 yerinə yazaq. 8,8 üstəgəlsin B üstəgəl C bərabərdir 54. B üstəgəl C də bərabərdir 54-dən 8,8 çıxıram, qalır 45,2. Ədədi orta deyəndə ki, bunların cəminin yarısını tapmaq lazım 2 ədəd orduna görə. Burada da 45,2'nin yarısını tapırıq. O da bizə verir 22,6. Doğru cavab C variantı. 67. İfadənin qiymətini tapın. Bərabər 3 olduğu kimi yerində qalsın. 2-də 3'ün üstü -1 demək bunların yerinin tərsinə dəyişmək deməkdir. 3'də 2 üstə gəlsin 8 vurulsun. -2'də 3'ün kubu elə bizə mənfi verir, amma 8'də 27. Bərabər ixtisarlarımızı aparaq. 8'də 8 gedir, 3'də 3 gedir. Yerdə qalır 2 üstə gəlsin -27. Bu da bizə verir -25. A bəndi. 68. 5 fəhlə bir işi 15 saata görərsə 3 fəhlə həmin işi 2 saata görər. Demək 5 fəhlə 15 saata görürdü işi. Fəhlələrin sayı azalıb saat sayı nə olmalıdır? Artmalıdır. Biri artıb, biri azalırsa tərs mütənasibdir. Tərs mütənasibdə keymiyyətlər qarşı-qarşıya vurulur. Yəni 5 vurulsun 15 bərabərdir 3 vurulsun. Bura 15 yazmışam. X yazılmalı burada. X 3 vurulsun X. Buradan da X bərabərdir 5 vur 5 da 25. Doğru cavab D bəndi. 69 nömrəli tapşırıq. Üçbucağın tərəfləri 20, 20 və 24 olarsa sahəsini tapın. Heron düsturu ilə hesablamaq lazımdır. Çünki 3 dənə tərəfdə verilib. Burada birinci yarım perimetri hesablayırıq. Yəni üçbucağın perimetrini tapırıq, bölürük 2'yə. Bizə verir 32. Daha sonra S bərabər kök altında P vurulsun. P çıx A, P çıx B, P çıxılsın C. Heron düsturu ilə tapırıq. Da bərabərdir. Deməli P 32'dir. 36'dan 20 çıxıram 16. 36'dan 20 çıxıram 16. 36'dan 24 çıxıram 8. Bərabərdir. 16'lardan biri çıxır şöyle. 36 16 vurulsun 2 deməkdir. 16'dan da bir dənə 4 çıxır. 2 vur 8 16 ondan da bir 4 çıxır. Cavab olur 192. Cavab C variantı. 70. A bərabərdir A, B, C və B bərabərdir M, A, K, B, 4, C, H olarsa NA üstə gəlsin. Kəsmə elementlərin sayını tapın. İlk öncə A ilə B-nin kəsməsini tapaq. Kəsmədə eyni elementlər olur. Baxıram ki, hər ikisində A var. Hər ikisində B var. Və hər ikisində C var. Deməli, kəsmələrini tapdıq. Bəs kəsmənin elementlərinin sayı neçə dənə elementi var? 1, 2, 3 dənə elementi var. Yazıram 3. NA-nı da tapaq. A-nın 3 elementi var. NA 3'dür. Cəmini istəyir bizdən. 3'də gəl 3, 6. Cavab C bəndi. 71. Perimetri 56 cm və orta xətti 15 cm olan bərabər yanlı trapesiyanın yan tərəfini tapın. Demək, trapesiyanın oturacaqların qeyd edirəm. Yan tərəfləri bərabərdir. Bilirik ki, orta xətt nəyə bərabərdir? Oturacaqların cəminin yarısına. Və orta xətt 15'ə bərabərdir. Buradan oturacaqların cəmini tapa bilərik. 2 vur 15, 30 olur. Perimetrdə 56'dır. P bərabərdir. A üstə gəl, B üstə gəlsin 2C ilə tapılır. Çünki yan tərəflər bərabərdir. 56'ya A üstə gəl, B 30 idi. 30 üstə gəl 2C bərabərdir 56. 2C bərabərdir 26. Buradan tapırıq ki, yan tərəfsi bərabərdir 13. Y bəndi. 72. 1.200.000 ədədini standart şəklə gətirin və tərtibini tapın. Bunu ilk öncə rahat olmaq üçün yazıram. 12 vurulsun
10 üstündə neçə dənə 0 var burada? 5 dənə. Amma 12 bilirik ki, yaza bilmərik. 1 ilə 10 arasında olmalıdır. Bunu bölürəm 10-a. Ona bölündə 1,2 qalır və o böldüyüm bir dənə 10 da gəlir tərtibə yazılır. 6. Cavab olur. C bəndi tərtibini istəyir bizdən. 73. Şəklə əsasən A və B nöqtələri arasındakı məsafəni tapın. A və B arasındakı məsafəni isə mən A ilə B-ni buradan birləşdirirəm. Birləşdirdim. Alındı burada bir dənə düzbucaqlı trapeziya. Düzbucaqlı trapeziyanın buradan hündürlüyünü çəkək. Hündürlüyü çəkdik. Bu hündürlük ilə bura bərabərdir. 16 olur. Bura 10-dursa burada 10-dur. 22-dən 10 çıxan neçə qalır? 12. Deməli bu isə 12 cm-dir. AB-ni tapa bilərəm buradan artıq Pifaqor teoreminə görə. AB bərabərdir kök altında 12-nin kvadratı üstə gəlsin 16-ın kvadratı. Da bərabərdir 144 üstə gəlinsin 256 bizə verir 400. 400-dən də kök çıxır 20. Doğru cavab C bəndi. 74. 40 qram 40 qram 30 faizli spirt məhluluna neçə qram su əlavə etmək lazım ki 24 faizli məhlul olsun? Deməli 40 qram 30 faizli bir spirt məhluldur. Bunun üzərinə neçə qram deyirsə M2 qram yazıram. Su əlavə olsa suyun tərkibində spirt 0 faizdir. Bərabərdir. Çəkilər toplanıb 40 üstə gəl M2 faiz neçə olub? 24 faiz. Düsturda deyir ki M1 vurulsun P1 üstə gəlinsin M2 vurulsun P2 bərabərdir. M1 üstə gəl M2 vur P. Qablar üsulu da həllidir bu. Bu şəkildə qablarını tamamlayaq. Yerinə gətirib yazıram. 40 vurulsun 30 üstə gəlinsin M2 vur 0 bərabərdir. 40 üstə gəlinsin M2 vurulsun 24. Bu sıfıra getdi. 40'ı 30'a vursam 1200 bərabərdir. 40'ı da 24'ə vuranda 960 üstə gəl 24 M2. 24 M2 bərabərdir. 1200'dən 960 çıxanda 240 qalır. M2 də bərabər 240'ı 24'ə bölsəm qalır 10 qram. Cavab A bəndi. 75 nömrəli tapşırıq. A paraleldir B olarsa şəklə əsasən bucaq ABC-ni tapın. Bu bucağı istəyir bizdən tapmağımızı. Demək, bunu tapmaq üçün paralel bu düz xəttimi uzadıram. Düz xəttlər sonsuz sayda olduğuna görə. Yəni sonsuz olduğuna görə uzatdım. Bilirəm ki, bu bucaq 100 dərəcədirsə, ona uyğun olaraq bu bucaq da 100 dərəcə olmalıdır. 100-ün qonşusunu tapıram buradan 80 dərəcə. 120-in qonşusunu tapıram 60 dərəcə. Burada əmələ gəldi bir üç bucaq. Bu üç bucağın da daxili bucaqların cəmi bilirik ki 180 dərəcədir. Yəni 80 üstə gəl 60 üstə gəl bizdən istədiyi bu x bərabər 180. X də buradan bərabər olur 40 dərəcə. Cavab C bəndi. 76. 1-dən 50-yə qədər 4-ə bölünən neçə natural ədəd var? 1-dən 50-yə qədər ən kiçik ədəd hansı 4-ə bölünən 4-ün özüdür. 50-dən kiçik hansı var aralıqda yerləşən 48. Deməli 4 ilə 48 arasında yerləşəcək. Buradan n say tapanda neçə deyir çünki. 48-dən çıxıram 4-ü, bölürəm 4-ə, üstünə gəlirəm 1. Niyə? Çünki həm 4, həm də 48 bu aralıqda var. 48-dən 4 çıxıram 44. 44 4-ə bölürəm 11, üstünə də 1 gələndə 12. Demək 12 dənə natural ədəd var. 77. 162 ədədinin neçə müxtəlif sadə vuruğu var? 162-ni ayıraq. 162 2-yə bölünür, 81 qalır, 81 3-ə bölünür. 27 qalır, 27 3-ə bölünür. 9 qalır, 9 3-ə bölünür. 3 qalır. 3-ü də 3-ə bölürəm. Qalır neçə? 1. Bu şəkildə. Neçə müxtəlif sadə vuruq deyirdisə 2 və 3, yəni 2 dənə burada sadə vuruğu var. 78. 3 üstə gəl kökdə 2x bərabər 7 tənini həll edin deyirsə buradan buna bir məchul kimi baxıram. Kök altında 2x bərabər 7-dən 3 çıxıram 4. Hər iki tərəfi kvadratda yüksəldirəm. Kök gedir. 4-ün isə kvadratı 16-dır. X da bərabər 16-nı 2-yə bölsəm 8. Cavab 8-dir. 79. 60 ədədi 300 ədədi neçə faizdir? A ədədi B neçə faiz deyirsə birinci verilən ədədi hər zaman bölürük ikinciyə. Vururuq 100-ə. Sıfırlar getdi. 60-ı da 3-ə böləndə qalır 20 faiz. Doğru cavab. 80 nömrəli tapşırıq. Bir hədlisinin dərəcəsi 15 olarsa m-i tapın. Bir hədlinin dərəcəsi deyirsə toplayıram. X-in qüvvətdə 1 var. Bunu 1 kimi hesablayıram. 1 üstə gəlinsin. M üstə gəl 2 bərabərdir 15.
M bərabərdir 15-dən çıxıram. Demək 3'ü qalır 12. Belə. M'in qiyməti 12'dir. 81. 180 ədədi 5'də. 180 ədədinin 5'də 3'ü ilə 108 ədədinin 9'da 7'sinin cəmini tapın. Demək burada ilk öncə 180'ni tapıram 5'dən 3'ünü. Bizə verir 108. 5'ə bölüb 3'ə vururam. Sonra 108 ədədinin 9'dan 7'sini istəyir. 9'a bölüb 7'yə vururam. Alıram 84. Belə eləyir. 84. Cəmini istəyir bizdən. 108 ilə 84'ün cəmi. Olur 192. Doğru cavab. 82. X kvadratı çıx 8x. Çıx 33 bərabərdir 0 kvadrat tənliyinin kökləri fərqini tapın deyir bizdən. Fərqinin modulunu tapın. Aha. Modul. Bu baxıram ki bir kvadrat tənlikdir. Buradan köklərin hasili bərabərdir -33'ə. -33'ə. Köklərin cəmi isə bərabərdir müsbət 8'ə əks işarə ilə götürürük. Buradan görürəm ki köklərdən biri -3'dür, digəri isə 11'dir. Toplayanda cəmi müsbət 8'dir. Vuranda isə 33 edir mənfisi ilə. Fərqini istəyir. Yəni tutaq ki yazıram 11 çıxılsın. -3 bizə verir 14. Moddan 14 çıxır. Onsuz da yaxud da yaza bilərdim. -3 çıx 11 bərabərdir -14. Modl istədiyinə görə burada da 14 qalacaqdır. Demək cavabımız olur 14. Doğru cavab. 83. Perimetri 40 cm. Tərəflərindən biri o birindən 3 dəfə böyük olan paralelogramın tərəflərini tapın deyir. Paralelogramımız. Bir iki paralelogramın qarşı üzləri bir-birinə bərabər və paraleldirlər. Və deyir ki bir tərəf o birisindən 3 dəfə böyükdür. Yəni buraya tutaq ki x yazıram. Digər tərəflər olacaq ondan 3 dəfə böyük 3x. Perimetri verib. Perimetri necə tapılır? P bərabər 2 vurulsun. A üstə gəl B düsturuyla. Verib ki 40'dır. 2 vurulsun. X üstə gəlsin 3x. 40'ı 2'yə böləm 20. X üstə 3x 4x. X də bərabər 24'ə böləndə 5. Tərəflərini tapın. Biri 5 oldu. O biri də 3x idi. Olacaq 15. 5 və 15. 84. İfadəsinin qiymətini hesablayın. İfadənin qiymətini hesablayanda bərabərdir. Demək, kökdə 8'dir. Yazıram 4 vurulsun 2 şəklində. 200 yazıram 100 vurulsun 2 şəklində. 32'ni yazıram 16 vur 2 şəklində. İndi 100'dən kök çıxdı 10, 2 qaldı. 16'dan kök çıxdı 4, 2 qaldı. 4'dən kök çıxdı 2, 2 qaldı. Sadələşdirirəm. 10 kökdə 2'dən 4 kökdə 2 çıxanda 6 kökdə 2 qalır. Böləm 2 kökdə 2'yə. Köklər gedir 6'da 2'yə böləndə 3. 85. İfadəni sadələşdirin. Surətdən x, y ortaq oraq kimi çıxarda bilirəm. Yerdə qalır x kvadratı çıx y kvadratı. Bölünsün x üstə gəl y. Baxıram ki nədir bu? Muxtasar vurma düsturudur. Yəni x çıx y, x üstə gəlsin y-dır. Bölünsün x üstə gəl y. İxtisar gedir. Üstə gəllər. Yerdə qaldı x, y vurulsun. X minus y. Doğru cavab. 8-ci sinifin izahları bu qədər. 9, 10, 11-ci siniflərin izahları kanala yerləşdiriləcək.